Azərbaycan gündəmində Ramiz Mehdiyevin həbsi xəbəri əslində doğrudan bir bomba effekti yaratmışdı. Çoxları gözləmirdi, amma fikirləşirdi ki, bu adamı evə yola saldılar. Onun necə deyərlər, qoyub getdiyi o mirasla yavaş-yavaş, yəni bir doğal proseslə mübarizə gedəcək. Yəni bu necə deyərlər, təbii seçməyə buraxılacaq. Amma Ramiz Mehdiyev yerində dayanmadığı üçün bu proses tam tərs istiqamətə getdi. Yəni gözlənilən proqnoz doğrulmadı. Bir dövlət bir sərt mövqe seçməli oldu. Hər nə qədər rəsmi olmasa da informasiyalar, hələ rəsmi informasiyalar, rəsmi bəlgələr ortalıqda olmasa da görünən odur ki, ən sərt şəkildə davam edir proses. Bunu bir neçə istiqamətdən qiymətləndirdikdə görmək olar. Ramiz Mehdiyevə bağlı adamlar çox ciddi həşirdədirlər. Ramiz Mehdiyevin keçmiş əmrində əmr qulu olanlar hamısı çox çətin bir vəziyyətə düşüblər. Əmlaklarından qurtulmağa çalışırlar. Kimlərləsə danışıqlara getməyə çalışırlar. Ortada hətta ali hakimiyyətə şantaj mesajları da eşidirik bu prosesin durdurulması üçün. Amma görünən odur ki, Kremlin bu dəqiqə çox da məşğul olmağa vaxtı yox kimi görünür Ramiz Mehdiyevlə. Ya artıq əl dəyişilib, burada 5-ci kolonun artıq başqa bir rəhbərlikdə heyəti var. Ona görə Ramiz Mehdiyev məsələsinə Kreml bu qədər düşünürəm ki, bu mənim subyektiv fikrimdə əziz dostlar, bu qədər ciddi təsir etməyi o qədər də lazımlı bilmir. Ya da ki, gerçəkdən Rusiyanın buna imkanı çatmır. Hansıdır sizcə? Siz nə fikirləşirsiniz proseslə bağlı? Təşəkkür edirəm. Ramiz Mehdiyev faktoru ciddi faktordur. Yəni, Azərbaycan siyasətində, Azərbaycan idarəçiliyində Ramiz Mehdiyev faktoru uzun illər ciddi bir faktor olaraq mövcud olur. Yəni, Ramiz Mehdiyev Azərbaycan dövlətinin son, deyək, 25-30 ilində mövcud deyil. Həm də Sovet hökuməti vaxtında da Azərbaycanda ideoloji və kadr işinin başında duran önəmli adamlardan biri olur. Və həmişə də Rusiyanın mövqeyini müdafiə edir, onun mövqeyinin müdafiəçisi olur və təmsilçisi kimi iştirak edir. Ona görə də bu elə-belə bir fakt deyil və uzun illər Azərbaycanda yüksək vəzifələrə təyin olunmuş aşağıdan yuxarı istənilən kadr Ramiz Mehdiyevin deməli, o vəzifə pillələrinə yol Ramiz Mehdiyevin kabinetindən keçib. Əgər bir vəzifəyə 4-5 təqdimat olubsa, Ramiz Mehdiyev özünə uyğun, öz düşüncəsinə uyğun olanın təbii ki, təqdimatı üzərində dayanıb. Ona görə bölmə rəisindən tutmuş nazir, icra başçı vəzifələrinə qədər vəzifəyə gedən yol Ramiz Mehdiyevin kabinetindən keçirdi. Və bu çox ciddi bir məsələdir. Və Ramiz Mehdiyevin kifayət qədər təsir imkanı var idi və Ramiz Mehdiyev öz hegemonluğunu genişləndirməyə də maraqlı bir insan idi. Tək o müəyyən bir deməli, nüfuz dairəsindən kifayətlənən insan deyildi. İqtisadiyyatdan tutmuş, kadr məsələlərindən tutmuş, siyasi məsələlər, media, təsir imkanlarına qədər o çox şaxəli sürətdə təsir göstərirdi, fəaliyyət göstərmişdi və çox təəssüf ki, çox neqativ şəkildə deməli bu fəaliyyət baş verdi. İstənilən ədəbiyyat sahəsi olsun, mədəniyyət sahəsi olsun, media, idarəçilik o eybəcərlikləri o Ramiz Mehdiyev gətdi. Tək bilsiz bir var, bir nüfuz təsir göstərsin, öz adamlarını yerləşdirsin, bir də öz xislətindən doğan eybəcərlikləri gətdi. Və bir gün çox təəssüf ki, Azərbaycan cəmiyyəti bu eybəcərliklərdən üz-üzə qalıb. Azərbaycan dövləti Qarabağ azad edəndən sonra regionda tamamilə başqa bir mənzərə yarandı. Yəni, Rusiya əvvəlki qaydada Azərbaycana demək olar ki, təsir imkanlarını itirdi. Yəni, əslində Qarabağın azad olunması Cənubi Qafqazın deməli şəklini dəyişdi. Tək Azərbaycanın yox, ümumi regionumuzun deməli şəklini dəyişdi. Və Azərbaycan rəhbərliyi bu tarixin verdiyi şansdan deməli çox səmərəli şəkildə istifadə etməyə başladı və
bunun ilk addım da Ramiz Mehdiyev və onun çetəsinin neytrallaşmasından başladı. Və bəzən düşündüyü kimi Azərbaycan o qədər çətin bir regionda yerləşir ki, bir çox dövlətlərin, bir çox maraqlarını nəzərə almadan deməli birbaşa addımlar atmaq Azərbaycan dövlətinin özünün gələcəyini təhlükətdə qoya bilər. Və bir Azərbaycan dövləti, Azərbaycan dövlətinin rəhbərliyi bu tarixin verdiyi bu şansdan deyək, doğru addımlar atır. Bu cür illərdən formalaşmış deməli o nüfuz dairələrini dağıtmaqla məşğuldur. Yəni əgər Ramiz Mehdiyev deməli son deməli 40 ilin, 30 ilin əgər əsas Rusiyanın buradakı figurudursa, amma Rusiyanın bizim bölgədə təsir dairəsi deməli uzun illərdir. Yəni 100 illərdən hesablanan bir təsir dairəsi var və onların təsir adamları burada həmişə fəaliyyət göstərib. Ramiz Mehdiyev bu devrin parlaq nümunəsi idi.